Vallahi da alqış tapmışdım bu sözə. Bir də bir söz deyim. Mən Azərbaycan Sahibkar Qadınlar Cəmiyyətinin Hə, buna da toxunacaq idim. bəli, heyətinin bugünkü gün üzvüyəm və buradan xüsusi salamlarımı çatdırıram salamlayırıq. Zemfirə xanım Ağayevaya. Və yaxın günlərdə bizim qonağımız olacaq. Bəli, mütləqdir. Zemfirə xanım Ağayeva kimdir? Azərbaycanın xanımlarının, sahibkar xanımlarının nömrə bir sevimlisidir. Çox gözəl, bayaq görüntülü danışdıq. Elə salamlamamışdan dedim, nə gözəl qadındır. Çox gözəl qadındır. Mənə elə gəlir ki, onun elə iç gözəlliyidir ki, onun üzünə yansıyıb. Tanımıram, tanımadığım halda deyirəm. Çünki mən həmişə simaya fikir verirəm. Çünki insanın əgər içi gözəldirsə, mümkün deyil ki, o üzə vurmasın. Eyni ilə. Prosedurlar eləyə bilərsən, kosmetoloqa gedə bilərsən, amma hardasa sənə ilk baxanda bilinir ki, həqiqətən də insanın ürəyinin gözəlliyi üzünə yansıyır. Eyni ilə. Və ayın 15-i Gəncədə Dünya Sahibkar Qadınlar Birliyinin böyük forumu keçirildi. Azərbaycanda yox, ümumiyyətcə hər yerdə ilk dəfədir. Dünya Sahibkar Qadınlar Birliyinin Gəncə regionalda birinci dəfə keçirilməsi və ayın 17-si də Bakıda oldu.